Bizim belə ki xanım, mən 94-cü ildən burada yaşayıram. Burada 16 nəfər, 16 dənə qonşu. Öz maddi pulumuzla, adama o vaxtın pulunla 4000 manat pul yemişik. 4000. Suyu 2 kilometrlikdən öz pulumuzla gətirmişik. İndi bu montajında bax belə yeniləşmə torpaq satırlar, belə İzdaniya tikirlər. İzdaniyada tikir, yolun qırağını, kanalizasiyanın suyu hamısını bax belə kəsirlər, özlərinə birləşirlər. Bu dəqiqə hal-hazırda 16 dənə evin suyu yoxdur. Bir həftədir su yoxdur. Kimə şikayət edirik, alınmır, eləmir, su idarəsinə getmişik. Geci ilə bax belə suları birləşdirirlər. Həmin idarəyə pul verirlər. Bax belə idarələr su birləşdirir ki, bizim 16 nəfərə su getmir. Baş elirəm, nə bilim, qızlarını çatırdır. Hörmət mənasında. Eləyə bilirsinizsə bizim bu səsimizi başqa yerlərə çatdıra bilərsiniz. Xahiş edir. Yoxdur. Düz bir həftədir su yoxdur. Qonşulardan əl vedrəsindən su daşıyır. Bu bizim öz şəxsi turbamızdır. Buna heç kim qoşulma ixtiyarı yoxdur. Ancaq geci ilə gətirirlər su idarəsinin fəhlələrinə pul verirlər. Bax belə də birləşdirirlər. Belə. Belə də birləşdirirlər. Gör neçəsini birləşdirirlər. Bax. Bax o da bizim idarədən. Bizim sudandır. Bax o. Bax o. Bax bu da bizim sudandır. O axıra qədər su getməz axı. İndi də gəlib bu tikir. Tikirsə bunu niyə belə daşıyır? Daşmır, təmiz üstünü bastırırlar. Altında bilmirsən kim birləşdirir, kim birləşdirir. Buna baxan da yox. Ya məcbur durbanı qıraq, ya yolu kəsək, bizim səs eşidən olsun. Baxan yoxdur.